115'te qeyd olunur ki, qütb gecə və gündüzlərinin müşahidə olunmadığı ölkələri qeyd eləyin. Qütb gecə gündüzləri 66,5 ilə 90 dərəcə arasında müşahidə olunur. Digər enliklərdə isə müşahidə olunmur. İsveçrə, daha sonra Yeni Zelandiya, Monqolistan, demək bir də Argentina. Doğru cavab 1, 4, 6 və 7-dir. 116'da qeyd olunur ki, qütb gecə və gündüzlərinin müşahidə olunduğu ölkələr. Demək, İsveçi götürürük, İrlandiyanı götürmürük, sonra ABŞ, Norveç və Finlandiya. Doğru cavab 1, 5, 6 və 8 olur. İndi gəlin 117-ci suala davam edək. Deyir ki, 5-ci saat qurşağının orta meridianına aid olan xüsusiyyətləri müəyyən edin. 5-ci saat qurşağının orta meridianının 75 dərəcə şərq uzunluğudur. Deyir ki, Greenwich meridianına qərbdə yerləşir. Bu səhvdə şərqdə dedik. Daha sonra uzunluğu deyir, ekvatordan çoxdur. Uzunluğu, yəni meridianın uzunluğu ekvatordan çox ola bilməz. 3-də deyir ki, 21 martda bütün məntəqələrdə yerli vaxt eyni olur. Bəli, doğrudur. 360 dərəcəlik çevrədir. Xeyr. Ekvatora düz bucaqla kəsir. Bəli, bütün meridianın ekvatoru düz bucaq altında kəsir. Bakı ilə yerli vaxt fərq edir 1 saat 40 dəqiqədir. Bakı 50 dərəcədir. Bu da 75 dərəcə şərq uzunluğudur. 75'ten 25'i çıxırıq, daha doğrusu 75'ten 50'ni çıxırıq edir 25. 25'də 1 saat 40 dəqiqə edir. Değil mi? Doğru cavab 3, 5 və 6'dır. 118'də qeyd olunur ki, yerin sxemdə verilən vəziyyətinə əsasən doğru fikirləri müəyyən edin. Baxın, burada cənub qütb dairəsi ilə qütbü arasında qütb gündüzü var. Demək, bu 22 dekabrdır. Aha, indi gəlin buna uyğun olanları seçək. Deyir, qış gündönümü günüdür. Bəli, bu tarixdən sonra cənub qütb dairəsində gündüzün uzunluğu qısalır. Bəli, tamamilə doğru ifadədir. Deyir ki, Danimarkada gecənin uzunluğu Portuqaliyadan daha, demək, Danimarkada gecənin uzunluğu da Portuqaliyadan daha qısadır. Əksinə uzundur. Çünki Danimarka şimal qütbünə daha yaxındır. 2-ni götürmürük. Şimal qütb dairəsində qütb gündüzüdür. Əksinə qütb gecəsidir. Daha sonra yaz gecə gündüz bərabərliyi günüdür. Dedik, qış gündönümüdür. Cənub qütb dairəsində qütb gündüzü də elə şəkildən də göründüyü kimi və şimal tropik xəttinə günəş şüalarının günorta vaxtı düşmə bucağı 43 dərəcədir. Demək, 90'dan çıxırıq 23.5'i. 23.5'i, yəni enliyi şimal tropik olduğu üçün ondan da 23.5'i çıxırıq. Demək, 90'dan 47'ni çıxanda o da edir 43 dərəcə. 43 dərəcə. Demək, 6-cı ifadə də doğrudur. Doğru cavab 118'də olur 1, 5, 6. 119'la davam edək. Yerli və qurşaq vaxtıdır üst-üstə düşən coğrafi uzunluqlar. Bu haqda danışmışdıq ki, 15'e qalıqsız bölünən ədədlərdə yerli və qurşaq vaxtı üst-üstə düşür. Olur 1, 90 dərəcə şərq uzunluğu, 105 dərəcə qərb uzunluğu, bir də 135 dərəcə şərq uzunluğu. Doğru cavab 1, 4, 5. 120'də isə analoji olaraq soruşur ki, yerli və qurşaq vaxtı üst-üstə düşməyənlər. Olur 52 şərq, 98 şərq, bir də ki 119 qərb uzunluğu. 2, 3 və 6-cı məntəqələr. 121'də qeyd olunur ki, il boyu gecə və gündüzün uzunluqları arasında daha az vaxt fərqi olan 3 şəhəri seçin. Bu, ekvatora yaxın şəhərlər olacaq. Manila, sonra demək, Kolombo və Singapur. 1, 4, 5 ekvatora yaxın olan şəhərləri seçirik. 122'də deyir ki, xərci sxemə əsasən 21 martda yeni sutkanın başlanmasını eyni vaxtda qarşılayan ölkələr. Bu ölkələr bir meridian üzərində yerləşəcək. Baxın, bir meridian üzərində yerləşənlərdə 2, 4 və 6 olur. 122'də 2, 4, 6.
123-də qeyd olunur ki, xəriti sxemə əsasən hansı iki məntəqə yeni sutkanın başlanmasına görə daha çox fərqlənir? Ən qərbdəki və ən şərqdəkini seçirik. Baxın, ən şərqdəki 3-dür, ən tez qarşılayır yeni sutkanı. Ən qərbdəki isə 2-dir, bu isə daha gec qarşılayır. Davam edirik 124-dən. Deyir ki, 20-ci saat qurşağının orta meridianına aid olan xüsusiyyətlər. Əvvəlcə tapaq 20-ci saat qurşağının orta meridianını. 24-dən 20 çıxıram 4, 4-ü də 15-ə vururam, edir 60 dərəcə qərb uzunluğu. Baxın, qərb uzunluğu. İndi davam edək. Deyir, Bakıdan şərqdə yerləşir. Qeyd elədik ki, qərbdə yerləşir. 60 qərb uzunluğudur, düzdür. Üzərində yerləşən bütün məntəqələrdə qurşaq vaxtı eynidir. Bu da doğrudur. Ən uzun meridiandır. Bütün meridianlar bir-birinə bərabərdir. Belə bir şey deyə bilmərik. Bakı ilə arasında qurşaq vaxtı 7 saatdır. Bakı 3-cü saat qurşağıdır. Bu da 20-ci saat qurşağıdır. Bəli, 7 saat fərq var. 60 şərq uzunluğudur. Bu da ifadədə yanlışdır. İndi davam edək. Bir-bir təhlil edək 125-ci sualı. Deyir ki, yer kürəsi orbit müstəvisinə 58 dərəcə meyilli olsaydı, hansı hadisələr baş verərdi? Baxın, mən bu tip məsələlərdə sevirəm bunun bir əvvəlki, bir də ki, sonraki halını yazaq. Baxın, əvvəlki halı bura ə yazıram, bu da S olsun, sonraki halı. Əvvəlki halda qütb dairəsi, T yazıram, qütb dairəsi. Keçirdi 66.5-dən, çünki meyilliliyi 66.5-dir. Və hal-hazırki vəziyyətdə isə keçir qütb dairəsi 58 dərəcədən. İndi əvvəlki vəziyyətdə tropik keçir, demək 23.5-dən, yəni 90-ın 66.5-i çıxanda olur 23.5. İndiki vəziyyətdə isə baxın, tropiklər keçir 90-58, yəni 32 dərəcədən. Düşünürəm ki, bu ifadəni yazandan sonra həm abituriyentlər, həm müəllimlər bunu artıq rahatlıqla həll edə biləcək. Deyir ki, Bakıya günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı azalardı. Bəli, çünki tropik bizdən uzaqlaşır. Ona görə düşmə bucağı azalır. Mülayimin deyir, sahəsi böyüyərdi. Əvvəl mülayim 66.5-23.5 idi, yəni 43 dərəcə idi. Hal-hazırda da olub 58-32-26 dərəcə, demək, böyüməyib, kiçilib. 23.5 dərəcə enlikdə günəş ildə 2 dəfə zenitdə olardı. Tropiklər arasında yerləşdiyi üçün, bəli, ildə 2 dəfə zenitdə olardı. 3-ü götürürəm. Fəsillərin aydın növbələşdiyi ərazilərin sahəsi kiçilərdir. Bayaq dedik ki, mülayimin sahəsi kiçildir. Bəli, elə uyğundur. Yalnız yaz və payız fəsli olardı. Əlbəttə bunu deyə bilmərik. Gündüzün uzunluğu il boyu müxtəlif enliklərdə bərabər olardı. Belə bir ifadəni də deyə bilmərik. Cavab olur 1, 3, 4. 125-ci sualda. Davam edirik 126-dan. Deyir, Bakıdan əvvəlcə gəlin çəkək bunu. Bakını qırşımal edeyim. Əvvəlcə deyir ki, 5550 kilometr, 50 kilometr. Daha sonra isə şimal istiqamətində gedib, 50 dərəcə gedib, yəni 5550 kilometr demək nədir? 50 dərəcədir. Bakıdan 50 dərəcə şimala gedəndə çatıb 90-a. 90-a çatdıqdan sonra cənubi istiqamətində 7770 kilometr, yəni 70 dərəcə cənuba gedib. Hara çatar? Əlbəttə ki, baxın, burada qeyd edeyim, 20 cənub enliyi, 20 şimal enliyinə daha doğrusu, 20 şimal enliyi uzunluğu da olacaq Bakının əks meridianı, yəni 150 qərb uzunluğu. Əgər bunu qeyd elədiksə, digərləri uyğun olaraq tapa biləcəyik. Deyir ki, birinci, şimal və qərb yarımkürələrində yerləşir, düzdür. Bakı ilə yerli vaxtı Bakı ilə eynidir. Bunu əlbəttə deyə bilmərik, çünki əks meridiandır. Mülayim işıqlanmada yerləşir. 20 şimal enliyi mülayim deyil. Qış gün dönümündə günorta vaxtı Şaquli cisminin kölgəsi deyir, şimala yönəlir. Qış gün dönümündə günəş cənubdan düşür və kölgə də şimala yönəlir, düzdür. Bir Bakıya nisbətən başlanğıc meridiana daha yaxındır. Bunu da deyə bilmərik, çünki eyni məsafədə yerləşir. Günəş ildə 2 dəfə zenitdə olur. Bəli,
Çünki 20 dərəcə şimal enliyidir, tropiklər arasındadır. Doğru cavab olur 1, 4, 6. 127-də qeyd olunur ki, Bakıdan yenə eyni şəkildə gəlin baxaq. Bakıdan əvvəlcə 0 azimutla baxın, gedib 50 dərəcə, yəni 5550 kilometri 50 dərəcə deyə bilərik. Çatır 90-a. 90-dan isə deyir 180 dərəcə ilə 4440 kilometr, yəni 40 dərəcə cənuba düşür. Hara çatar? Əlbəttə ki, 50 dərəcə şimal enliyinə çatar. 50 dərəcə şimal enliyinə çatır və uzunluğu da əksinə dəyişir. Yəni 130 Bakının əks meridianı 130 qərb uzunluğu. İndi baxaq. Yenə şimal və qərb yarımkürəsində yerləşir. Biri götürürük. Daha sonra yerli vaxtı Bakıdan irəlidir. Deyə bilmərik, çünki geridədir, qərb yarımkürəsindədir. Mülayim işıqlanma qurşağında yerləşir. Bu da doğrudur. Günəş şüalarının maksimum düşmə bucağı 63.5-dir. 90-dan çıxıram, 50-ni edir 40, 40-ın üstünə 23.5 gələndə 63.5. Bakıya nisbətən başlanğıc meridiana daha yaxındır. Xeyr, eyni məsafədədir, eyni məsafədədir. Günəş ildə 2 dəfə zenitdə olur. Xeyr, 50 demək şimal enliyində Günəş ildə 1 dəfə zenitdə olur. Doğru cavab olur 1, 3 və 4. İndi davam edirik 128-dən. Maraqlı bir tipdir. Deyir, A, B məntəqələri, baxın, burada mən şəklini çəkirəm. Şəkil çəkəndən sonra düşünürəm daha aydın təsəvvür yarada bilərik. Bu 0-dır, yəni Greenwich. Bu isə demək 0 dərəcə enlikdir. Eyni məsafədə yerləşən, lakin A məntəqəsi 45. Baxın, A 45. B məntəqəsi isə 135. Demək, bu A-dır. Bax, bu isə B-dir. Aha. 45 dərəcəlik azimutdadır. Bu məntəqələrə aid olan ümumi əlamətlər. Bakı şəhərindən eyni məsafədə yerləşir. Bunu belə deyək, eyni məsafədə yerləşmir. A ola bilsin, A daha doğrusu daha yaxındır, B isə nisbətən daha uzaqdadır. Yerli və qurşaq vaxtı eynidir, çünki eyni meridian üzərində yerləşir. Yaz gecə gündüz bərabərliyində günəş şüalarının günorta vaxtı eyni bucaq altında düşür. Bu da deyil, çünki müxtəlif meridianlar arasında yerləşir. Amma enlikləri eynidir. Bəli, bunu deyə bilərik, çünki mərkəzdə günəş olur, hər iki yarımkürəni bərabər işıqlandırır. Eyni paralel üzərində yerləşir. Xeyr, dedik, fərqli, biri şimal, biri cənubdadır. Qış gündönümü günündə günəş şüaları günorta vaxtı eyni bucaq altında düşür. Bunu da deyə bilmirik, çünki qış gündönümündə günəş cənubdadır. B-yə daha böyük bucaq altında düşəcək, çünki B cənub yarımkürəsindədir. A-ya isə daha kiçik bucaq altında düşəcək. Və 6-da deyir ki, eyni meridian üzərində yerləşir. Bəli, 2, 3 və 6. 128-də doğru cavab 2, 3 və 6. Davam edirik 129-da. A, B məntəqələri ekvator və Greenwich meridianının kəsişdiyi nöqtədən eyni məsafədədir. Baxın, bura qeyd eləyək. Bu 0, bu da 0. Lakin A məntəqəsi bu nöqtədən 225 azimut. Baxın, belə qeyd eləyirəm. Bu olsun A. B məntəqəsi isə 315 dərəcəlik azimut. Baxın, bu da B məntəqəsi. Deyir, A-nı B-dən fərqləndirən əlamətləri müəyyən edin. Bakı şəhərindən A daha uzaqda yerləşir. Bəli, biri götürürəm. 21 mart tarixində Günəş üfüqdə daha tez batır. Xeyr, eyni batacaq, çünki eyni meridian üzərindədir. Cənub qütbünə deyir, A daha yaxındır. Bəli, fikir verin, cənub qütbünə daha yaxındır A. 3-ü də qeyd eləyirəm. 21 martda yerli vaxtı daha irəlidir. Bu doğru deyil. Çünki 21 martda hər ikisinin yerli vaxtı eynidir. Çünki bunlar eyni yarımkürədə, daha doğrusu eyni meridian üzərində yerləşirlər. 180 dərəcəlik meridiandan daha uzaqda yerləşir. Bu da dediyim kimi eyni meridian üzərində yerləşirlər. Yay gündönümü günü, günorta vaxtı günəş şüaları daha kiçik bucaq altında düşür. Bəli, tamamilə doğru. Çünki məntəqə cənubdadır. Yay gündönümü günü günəş şimalda olduğu üçün A-ya yox, B-yə daha böyük bucaq altında düşür. Davam edirik 130-cu sualdan. Deyir ki, yerin xəyali oxu ətrafında fırlanma sürəti 1281 km bölünsün saat olan şimal yarımkürəsindəki coğrafi enliyi üçün doğru ifadəni
Ümumiyyətlə qeyd edək ki, istənilən paralelin yerin öz oxu ətrafında fırlanma sürətini tapmaq üçün onun 1 dərəcəlik qövsünün uzunluğunu 15-ə vururuq. Amma burada isə sürət verilib. Demək 15-ə bölərək onun hansı enlik olduğunu tapa bilərik. 1281-i 15-ə böləndə edir 85,4. Demək bu 40 dərəcəlik şimal enliyidir. 40 dərəcəlik şimal enliyinə indi uyğun olan əlamətləri tapaq. Deyir yerləşdiyi paralel çevrəsinin uzunluğu 30.744 kilometrdir. Demək 85,4-ü 360-a vuranda edir 30.744. Tamamilə doğru. Yay gündönümündə günorta vaxtı günəş şüaları 83,5 dərəcə bucaq altında düşür. Bunda dedik ki, demək 73,5 dərəcə bucaq altında düşür. Yəni Bakının enliyi barədə məlumatları qeyd eləyirik. Daha sonra deyir qütb ulduzu 30 dərəcə bucaq altında görünür. Xeyr, 40 dərəcə bucaq altında görünür. Şimal qütb dairəsinə qədər ən qısa məsafə 2941,5 kilometrdir. Şimal qütb dairəsi 66,5-dir. Bu məntəqədə 40-dır. 66,5-dən 40-ı çıxanda edir 23,5. 23,5-i də 111-ə vuranda edir 2941,5. 4-ü götürürəm. Mülayim işıqlanma qurşağıdır. Bəli, gecə və gündüzün adi növbələşməsi pozulur. Əlbəttə ki, pozulmur. Yəni adi şəkildə növbələşir. Çünki Bakıda da o formadadır. İndi 131-də deyir ki, şimal yarımkürəsində olan səyyah günorta vaxtı kölgənin 180 azimutu göstərdiyini müşahidə etdi. Səyyahın hansı coğrafi enlikdə ola biləcəyini müəyyən edin. Əgər kölgə 180 azimutu, yəni cənubu göstərirsə və günəş kölgə cənubu göstərirsə, günəş şimaldan düşür. Şimal yarımkürəsində də 0 ilə 23,5 şimal enliyi arasında qalan nöqtələrə günəş elə bir şimaldan düşür, kölgəsi də cənuba doğru olur. O da olur 1, 4, bir də 5. Doğru cavab 1, 4, 5. 132-də deyir ki, cənub qütb dairəsini şimal qütb dairəsindən fərqləndirən xüsusiyyətlər. Qütb ulduzu görünmür. Bəli, düzdür. Qütb işıqlanma qurşağının sərhəddini təşkil edir. Hər ikisi qütb işıqlanma qurşağının sərhəddini təşkil edir. Daha böyük məsafədə su səthini kəsib keçir. Bəli. 23 sentyabrdan sonra üzərində gecələr uzanmağa başlayır. Bu da yanlış ifadədir. Doğru cavab 1, 4. İndi davam edirik 133-dən. Deyir ki, 40 dərəcəlik paralel boyu 4-cü saat qurşağının orta meridianından 100 dərəcə qərbdə və B məntəqəsi, A məntəqəsi belə yerləşir. Gəlin bunları əvvəlcə çəkək. Demək 40 dərəcə paraleldən söhbət gedir. 40 dərəcə paraleldən. 4-cü saat qurşağının orta meridianı tapmaq üçün 4-ü vururuq 15-ə edir 60. 60-dan 100 dərəcə qərbdə edir 40 dərəcə qərb uzunluğu. 60-dan 100 dərəcə qərb, 40 dərəcə qərb uzunluğu. Bu oldu bizim A məntəqəmiz. Baxın, bunu qeyd edirəm. Daha sonra keçək B məntəqəsinə. B məntəqəsi 20-ci saat qurşağının orta meridianından 100 dərəcə şərqdədir. Demək, 20-ci saat qurşağının orta meridianı edir, demək, 24/20, 4-ü də 15-ə vuranda edir 60 qərb uzunluğu. 60 qərb uzunluğundan 100 dərəcə şərqdə yerləşən ərazi isə olur 40 dərəcə şərq uzunluğu. Demək, məntəqələrimiz olur 40 dərəcə şərq, bir də ki 40 dərəcə qərb. İndi bizdən soruşur ki, bu məntəqələr arasındakı məsafəni miqyası 1 bölünsün 10 milyon olan xəritədə neçə santimetr olduğunu hesablayın. Baxın, xəritədəki məsafəni tapmaq üçün həqiqi məsafəni, yəni 40-ın üzərinə 40 gəlirəm, edir 80. 80-ı da vururam 40-cı paraleldə 1 dərəcəlik qövsün uzunluğuna, yəni 85,4-ə. Onu da böləcəm 85,4-ə vurub miqyasa. Miqyasımızda 5 sıfırı sildikdən sonra qalır 100. Gəlin hesablayaq. 80 vur
80 vur 85,4 böl 100. O da edir 68 tam %32. 68 tam %32. 34'te deyir ki, Pekin şəhərinin yerin xəyali oxu ətrafında fırlanma sürətini tapın. Yenə deyirəm, istənilən meridian üzərində yerin xəyali oxu üzərində fırlanma sürətini tapmaq üçün onun 1 dərəcəlik qövsünün uzunluğunu demək 15-ə vururuq. 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu olur 85,4. 85,4-ü də 15-ə vuranda 1281 olur. 135-də də analojidir. Wellington şəhərini soruşur. Yerin xəyali oxu ətrafında fırlanma sürətini yenə 1281 olur. Çünki 40 dərəcə cənub eni, şimal eni, yəni 40 dərəcəlik enlikdə 1 dərəcəlik qövsün uzunluğu 85,4-dür. 36-da qeyd olunur ki, 12 və 18-ci saat qurşaqlarının orta meridianları arasında məsafə ekvator üzərində neçə kilometr olar? Baxın, 18-dən çıxırıq 12-ni, edir 6. 6-nı vururam 15-ə. 15-ə edir 90. Yəni onlar arasındakı mən dərəcəni tapdım. Dərəcəni tapdım. O da etdi 90 dərəcə. 90 dərəcəni də çevirəcəm kilometrə. Yəni 90-ı vururam 111-ə. O da edir 9990 kilometr. 9990 kilometr. Davam edirik. 1 və 24-cü saat qurşaqlarının orta meridianları arasındakı məsafə ekvator üzərində neçə kilometr olar? 1 və 24-cü saat qurşağı arasında bir dənə saat qurşağı var. Bu da edir 15 dərəcə. 15-i də vururam 111-ə. 111-ə. O da edir 1665 kilometr. 1665 kilometr. İndi keçirik 38-ə. 38-də deyir ki, Bakı şəhərində, yəni gəlin mən çəkim hamısını uyğun olaraq edək. 1 yanvar 5:32-dir. Baxın, bu 5:32. Bu zaman Bakı ilə eyni enlikdə yerləşən A məntəqəsində 31 dekabr 22:52-dir. Bu məntəqələr arasında ən qısa məsafəni kilometrlə hesablayın. 5:32, burada x, bura 50 dərəcə Bakının yerləşdiyi enliyi hər ehtimal yazaq. Burada da olur A məntəqəsində, demək 22:52. 22:52. Bu da olsun bizim A məntəqəmiz. Baxın, bunlar arasındakı məsafəni tapmaq üçün gəlin bunlar arasındakı vaxt fərqini tapaq və bu məntəqədə elə bir gün bundan geridədir Bakıda. Baxın, 5:32-nin üzərinə gəlirəm 22:52-dən baxın 24-ə qədər 1 saat 8 dəqiqə fərq var. 1 saat 8 dəqiqə. Bunlar arasındakı fərq də olur 6:40. İndi gəlin 6:40-ı da çevirək dərəcəyə. 6-nı vururam 15-ə edir 90. 90-ın üzərinə də gəlirəm 40 böl 4-ü, yəni olur 100. İndi deyir ki, bu məntəqələr arasındakı məsafə. Bu məntəqələr yerləşir 40 dərəcəlik enlikdə. 40 dərəcəlik enlikdə də 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. 85,4-ü vururuq 100-ə. O da edir 8540 kilometr. Doğru cavabımız 8540 kilometr olur. İndi davam edək 139-dan. O da analoji bir məsələdir. Deyir, A məntəqəsində 31 dekabr 21:30-dur. Bakı şəhərində 1 yanvar 2:50-dir. Demək, Bakı bundan irəlidədir və A məntəqəsi Bakıdan, daha doğrusu Bakı geridədir. A məntəqəsi Bakıdan daha şərqdə yerləşəcək. Baxın, burada mən qeyd eləyirəm 2:50.
A məntəqəsində. Bura A yazıram. Bakıda isə 21, 30'dur. 21, 30'dur. İndi gəlin bunlar arasındakı analoji qaydada saat fərqini tapaq. 2:50-nin üzərinə gəlirik. 21:30-dan 24-ə qədər 2 saat 30 dəqiqə var. 2:50-nin üzərinə 2:30-u gələndə edir 5:20. 5:20. İndi bu 5:20-ni də dərəcəyə çevirim. 5'i 15'e vururam. 75. 75'in üzərinə də gəlirəm 20'ni 4'ə bölüb. O da edir 80. İndi bunlar arasındakı deyir ən qısa məsafə və Bakının yerləşdiyi enlikdə olduğu üçün 80'ı vururam. 85 onda 4'ə. Bir saniyə. Bunu bura 80 vur. 85 onda 4. O da edir 6832 kilometr. Ümid edirəm ki, demək, izah etdiyim suallar sizə də aydın oldu. Əgər aydın oldusa, rəylərdə qeyd eləsəz, kanala abunə olsanız çox sevinərəm. Həmçinin bu tip izahları etmək üçün mənim motivasiyadır. Çünki 139 sualın demək olar ki, böyük bir hissəsi məsələdir və bu məsələləri izah etmək üçün həqiqətən səbir və biraz da motivasiya lazımdır. Və bu vaxta qədər qulaq asdığınız üçün, dinlədiyiniz üçün təşəkkür edirəm. Həm abituriyentlərə, həm sertifikasiya və MİQ verəcək müdavimlərə imtahanlarda uğurlar arzu edirəm.